Daniel Kiz, El Journal üçün güllər, 11 iyun. Çaşqınlıq Çikaqodakı Chalmers otelinə çıxdığımız andan etibarən başladı. Demə hansısa səhv nəticəsində əvvəldən tutduğumuz otaqlar növbəti gecəyədək boş olmayacaqdı və biz yaxınlıqda yerləşən Müstəqillik otelində qalmalı olacaqdı. Nemur dəliyə döndü. O, bu məsələni şəxsi hörmətsizlik kimi qəbul edib, otelin xidmətçisindən tutmuş menecerinə qədər hər kəslə dalaşdı. Biz foyedə oturub hər bir otel işçisinin özündən vəzifəcə daha böyüyünün yanına gedib nəyisə düzəldə bilib-bilməyəcəyini gözlədik. Foyenin bir başından digərinə daşınan yükün xidmətçi oğlanların balaca yük arabaları ilə ora-bura tələsməsi, bir il ərzində görüşməyən üzvlərin bir-birini tanıması, görüşməsi ilə yaranmış qarma-qarışıqlığında ortasında dayandığımız vaxt Nemurun Beynəlxalq Psixoloji Assosiasiyasının rəsmilərinin diqqətini otel problemlərimizə çəkməsi bizi lap utandırırdı. Nəhayət, heç nə edə bilməyəcəyimiz açıq-aşkar məlum olduqda, o ilk gecəni Çikaqonun Müstəqillik otelində keçirəcəyimizlə barışdı. Sonradan məlum oldu ki, gənc psixoloqların çoxu orada qalır və görüş partiləri də məhz elə burada keçirilir. Oradakılar eksperiment haqqında eşitmişdilər və çoxları mənim kim olduğumu bilirdilər. Hara üz tutsaydım, kimsə mənə yaxınlaşıb yeni qoyulmuş verginin təsirindən tutmuş, Finlandiyadakı son arxeoloji kəşflərə qədər hər şey haqqında soruşurdu. Bu məndə həvəs oyadırdı. Hər tərəfli biliklərim mənə az qala hər şey haqqında rahatlıqla danışmağa imkan verirdi. Lakin bir müddət sonra Nemurun mənim diqqət mərkəzində olmağıma əsəbləşdiyini hiss etdim. Falmouth kollecindən gəlmiş gənc və gözəl həkim məndən əqli geriliyimin səbəblərini soruşduqda ona dedim ki, bu məsələ ilə bağlı ona cavab verə biləcək adam professor Nemurdur. Bu, onun öz üstünlüyünü göstərmək üçün gözlədiyi məqam idi və biz bir-birimizi tanıdığımız andan ilk dəfə olaraq o əlini çiynimə qoydu. Charlie'nin uşaqlıqdan bəri əziyyət çəkdiyi fenilketonuriyanın yəni qeyri-adi biokimyəvi yaxud irsi əlamətin nədən qaynaqlandığını dəqiq deyə bilmərik. Ola bilsin, buna ionlaşdırıcı radiasiya yaxud təbii radiasiya, bəlkə də embriyona virüsün düşməsi səbəb olub. Amma hər nə olursa olsun, bu defektli biokimyəvi reaksiya yaradan deyək ki, dolaşan enzim əmələ gətirən defektli genlə nəticələnib. Əlbət ki, yeni əmələ gəlmiş amino turşular normal enzimlərlə yarışır ki, bu da beynin zədələnməsinə gətirib çıxarır. Qız qaşlarını çatdı. O məruzə gözləmirdi. Nemur isə diqqəti özünə çəkmiş və bu ruhda davam edirdi. Mən bunu bir-biri ilə yarışan enzimlərin tormozlanması adlandırıram. İcazə verin onların necə işlədiyini başa salmaq üçün misal gətirim. Defektli enzim tərəfindən yaradılan enzimi açar olaraq təsəvvür edin. Lakin bu açar mərkəzi əsəb sisteminin kimyəvi qıfılına salındıqda onu aça bilmir. Yanlış açar orada olduğundan lazımi açar, yəni düzgün enzim artıq o qıfıla daxil ola bilmir. O bloklanıb. Nəticə, beyin toxuması proteinin qarşısı alınmaz dağılması. Bəs bu qarşısı alınmazdırsa, beləcə auditoriyaya yenicə qoşulmuş başqa bir psixoloq onun sözünü kəsərək dedi. Onda Mr. Gordonun əqli cəhətdən daha geriliyi olmayan birinə çevrilməsi necə baş verdi? Hə, Nemur dilləndi. Mən dedim ki, toxumanın dağılması qarşısı alınmazdır. Amma prosesin özü deyil. Bir sıra tədqiqatçılar defektli enzimlərlə birləşə bilən kimyəvi maddələrin yeridilməsi ilə prosesin qarşısını ala biliblər. Bu zaman açarın molekulyar şəkli dəyişdirilir. Bu elə bizim üsulun da ana qayəsidir. Lakin əvvəlcə biz beynin zədələnmiş hissələrini götürür və kimyəvi yolla bərpa olunmuş beyin toxumasını yerləşdiririk ki, bu da beyin proteinlərini yüksək sürətlə əmələ gətirir. Bir dəqiqə, professor Nemur. Nitqinin ən qızğın anında onun sözünü kəsdim. Bəs siz Rahat Cəmaətinin bu sahədəki iş barəsində nə deyə bilərsiniz? O mənə baxıb gözlərini döydü. Kim? Rahat Cəmaəti. Öz məqaləsində o Tanidanın enzimlərin sintezi nəzəriyyəsini
yəni metabolizmə aparan yolun qarşısını kəsən enzimin kimyəvi strukturunun dəyişdirilməsi fikrini tənqid edir. Nemur üz gözünü turşutdu. Məqalənin tərcüməsi harda dərc olunub? Hələ tərcümə olunmayıb. Mən onu bir neçə gün əvvəl psixologiya aid olan bir Hind jurnalından oxumuşam. Nemur onu dinləyənlərə baxdı və söhbəti yayındırmaq istədi. Mən elə düşünürəm ki, narahat olmağımız üçün heç bir əsas yoxdur. Nəticələrimiz bizim əvəzimizə danışır. Amma Tanida özü dolaşan enzimin bloklaşdırılmasını kombinə yolu ilə təklif etsə də indi deyir ki, yaxşı Charlie, nəzəriyyəni ilk dəfə təklif etməsi həmin adamın bu eksperimental inkişafda son sözü deyəcəyinə dəlalət etmir. Məncə buradakı hər kəs ABŞ və Britaniyada aparılmış tədqiqatların Hindistan və Yaponiyada aparılmışları kölgədə qoyması ilə razılaşar. Ən yaxşı laboratoriyalar və təchizat hələ də bizdədir. Lakin bu bizə imkan vermir ki, rahat cəmaatinin fikrini indi bu söhbəti etməyin nə vaxtıdır, nə də yeri. Əminəm ki, bütün bu məsələlər sabahki simpozium vaxtı hərtərəfli müzakirə olunacaq. Deyə o mənim sözümü kəsib, üzünü hansısa köhnə kollec dostuna tərəf çevirərək onunla söhbət etməyə başladı. Mənsə gülünc vəziyyətdə qaldım. Nəhayət Strauss'u bir kənara çəkə bildim və ondan soruşdum. Bura bax, həmişə deyirdin ki, mən onun üçün çox həssasam. Axı ona nə dedim ki, məndən incidi? Sən elə edirsən ki, o özünü alçalmış hiss edir. O sənin üstünlüyünü qəbul edə bilmir. Tanrı haqqı, mən ciddiyəm, düzünü de. Charlie, bəsdir. Elə düşündün ki, hamı sənə gülür. Nemur o məqalələri müzakirə edə bilməzdi. Çünki onları oxumayıb. O həmin dilləri bilmir. Hind və Yapon dilini bilmir. Yaxşı görək. Charlie, elə bilirsən hamının sənin kimi dil öyrənmə qabiliyyəti var. Elə isə rahat cəmaatinin metodunu necə inkar edə bilər? Tanidanın idarə məsələsindəki şübhələri haqda necə bu cür saymaz yana danışa bilər? O bunları bilməli. Xeyr, Strauss fikirli halda dedi. Həmin məqalələr yeni olmalıdır. Onları hələ tərcümə etməyiblər. Demək istəyirsən ki, sən də onları oxumamısan? Strauss çiyinlərini çəkdi. Mənim dil öyrənmə qabiliyyətim onunkundan da pisdir. Ancaq əminəm ki, son hesabatlar dərc olunmamışdan əvvəl əlavə məlumat üçün bütün jurnallara baxılacaq. Nə deyəcəyimi bilmirdim. Onların ikisinin də öz sahələrinin böyük qismindən xəbərsiz olduqlarını etiraf etmələri dəhşətli idi. Hansı dilləri bilirsən deyə ondan soruşdum. Fransız, alman, ispan, italyan, bir də az da İsveç dilini. Bəs Rus, Çin, Portugal? O mənə xatırlatdı ki, praktika ilə məşğul olanlar psixiatr və neyrocərrah olaraq onun dil öyrənməyə çox az vaxtı qalır. Oxuya bildiyi qədim dillər isə təkcə Yunan və Latın dilləridir. Heç bir qədim şərq dilini bilmir. Hiss olunurdu ki, o müzakirəmizi bitirmək istəyir, lakin mən onu buraxa bilməzdim. Onun biliyinin haraya qədər uzandığını bilməli idim. Məlum oldu ki, fizikanı kvant nəzəriyyəsindən oyana bilmir. Geologiyanın diamorfologiya, stratigrafiya, hətta petrologiya sahələrindən başı çıxmır. Mikro və makro iqtisadiyyatdan heç nə bilmir. Riyaziyyata gəlincə, diferensial hesablamanı ən zəif səviyyədə bilsə də, Banaq cəbri ilə Rimanın fəzasından tamamilə xəbərsizdir. Bu, hazırki həftə sonu ərzində üzərimə töküləcək kəşflərin ilk damlaları idi. Partidə daha qala bilmədim. Aradan çıxdım ki, gəzişim və bu haqda düşünüm. Yalançılar. Elə ikisi də özlərini dahi kimi aparırlar. Ancaq onlar kör-körənə iş görüb, güya qaranlığı aydınladan adi adamlandırlar. Axı, niyə hamı yalan danışır? Tanıdığım heç kəs öz əsl simasını göstərmir. Küncə dönəndə gözümün qırağı ilə arxamca gələn Bartı gördüm. Nə olub? Mənə çatan kimi ondan soruşdum. Məni izləyirsən? O çiyinlərini çəkib təşvişlə güldü. Eksponant A. Göstərinin əsas olduzu. Heç qoyarıq ki, Chicago'nun motosikletli kovboyları üstündən keçsinlər ya da soyub talan eləsinlər. Nəzarət altında olmağı sevmirəm. O əllərini cibinə basınca yanımca addımlayır, amma baxışlarından qaçırdı. Fikir vermə, Charlie.
Qoca öz işinin zirvəsindədir. Simpoziumun onun üçün böyük əhəmiyyəti var. İtibarı sarsıla bilər. Heç bilməzdim ki, onunla belə yaxınsan deyə Barton professorun dar çərçivəli biliklərindən və işçiləri əzməsindən şikayətləndiyini xatırlayıb ona söz atdım. Ona yaxın deyiləm deyə Bart mənə ötkəm baxdı. Amma o bütün ömrünü bu işə sərf edib. O nə Freyddir, nə Jung, nə Pavlov, nə də olsun. Ancaq o vacib bir şey edir və mən onun əziyyətinə hörmət edirəm. Bəlkə də ona görə ki, o adi adam olub böyük işlər görməyə çalışdığı vaxt dahilər bomba kəşf etməklə məşğuldur. Görüm adi adam olduğunu Nemurun özünə deyə bilərsən? Onun özü haqda nə düşündüyünün əhəmiyyəti yoxdur. Əlbəttə ki, xudbindir, hər nə olsun. Adam da gərək elə o cür ego olsun ki, belə bir addımı ata bilsin. Onun kimi o qədər adam tanıyıram ki, möhtəşəm görünüşləri və özündən razılıqları altında qeyri-əminlik və qorxu gizlənib. Bir də yalan və xırdaçılıq, deyə əlavə etdim. Amma indi onların əsl üzünü, yalanlarını görürəm. Bunu Nemurdan gözləyirdim. O həmişə nədənsə qorxurmuş kimi görünür. Ancaq Strauss məni təəccübləndirdi. Bart ayaq saxladı və dərindən ah çəkdi. Biz balaca bir kafeyə qəhvə içmək üçün girdik. Onun özünü görməsəm də səsi onun narazılığını biruzə verirdi. Səncə düz demirəm? Mən soruşdum. Sən uzun bir yolu çox tez qət etmisən, o cavab verdi. İndi çox iti zəkan hesablana bilməyəcək dərəcə intellektual səviyyən insanları bir ömür boyunca toplaya bilməyəcəklərindən daha artıq biliyim var. Amma sən bir tərəflisən, bilirsən, görürsən. Amma anlayış hissini inkişaf etdirməmisən. Ya da gərək dözümlülük sözündən istifadə edəydin. Onlara yalançı deyirsən. Yaxşı, bəs onların nə vaxtsa özlərini mükəmməl, dahi adlandırdığını görmüsən? Onlar adi adamlandırlar. Sənsə dahisən. Birdən o sanki ağıl verdiyini hiss edib sözünü kəsdi. Davam et. Heç Nemurun arvadını görmüsən? Yox. Nemurun nəyə görə həmişə, hətta laboratoriyadakı işlər və məruzələri yaxşı getsə də gərgin olduğunu başa düşmək üçün Berta Nemuru tanımalısan. Heç xəbərin var ki, ərinə professorluğu alan odur. Bilirdin ki, Nemura Uelberg fondundan qrant almaq üçün arvadı atasının əlaqələrindən istifadə edib. İndi də ərini məcbur edib ki, simpoziumda ilkin hesabatla çıxış etsin. Nə qədər ki, səni o cür minən arvadın yoxdur, elə arvadda sahib olan kişini anlaya biləcəyini düşünmə. Mən heç nə demədim. Hiss olunurdu ki, Bart otelə qayıtmaq istəyir. Geri qayıdarkən bütün yolu sustu. Mən dahiyəm, elə düşünmürəm. Hər halda hələ yox. Bartın deyəcəyi kimi mən müstəsnayam. Bu demokratik termin həm istedadlı, həm də əqli geriliyi olan insanlara şamil olunur. Elə ki, bu sözü konkret məna çalarına bölünür, onu başqa sözlə əvəz edirlər. Demək, məsələ belədir. Hər hansı sözü kimsəyə aydın olmayana qədər işlət. Müstəsna sözünü spektrin hər iki ucuna aid etmək olar. Ona görə də mən elə bütün ömrüm boyu müstəsna olmuşam. Öyrənmə ilə bağlı müşahidə etdiyim qəribəlik. Daha çox öyrəndikcə əvvəllər mövcudluğundan belə xəbərsiz olduğum məhfumları görürəm. Az müddət əvvəl mən ağılsızcasına düşünürdüm ki, dünyadakı bütün elmləri, hər şeyi öyrənə bilərəm. İndi isə ümid edirəm ki, onların heç olmasa mövcudluğundan xəbər tuta və hərəsinin bir damlasını başa düşə biləm. Vaxtım çatacaqmı? Bart mənə əsəbləşir. Hesab edir ki, mən səbirsizəm. Yəqin elə başqaları da o cür düşünür. Lakin onları mənim yerimə otuzdurur və irəli getməyimə imkan vermir. Bəs mənim yerim haradır? İndi kiməm və nəyəm? Bütün həyatımın təcrübəsiyəm. Yoxsa təkcə son aylarım? Mən bunu onlarla müzakirə etmək istədikdə necə də səbirsiz olurlar. Bunu bilmədiklərini qəbul etmək istəmirlər. Paradoks bundadır ki, Nemur kimi adi adam özünü insanları dahi etməyə həsr edir. Xəyal edir ki, təhsilin yeni qanunlarını ilk kəşf edən olsun. Psixologiyanın eynişdiyin olsun. Ancaq onun içində müəllimin şagird qarşısındakı qorxusu, ustanın köməkçisi tərəfindən basılacağı qorxusu yaşayır. Amma mən Bartdan fərqli olaraq Nemurun nə şagirdiyəm, nə də köməkçisi.
Məncə Nimrun nəhənglər arasında taxta ayaqlar üzərində gəzişdiyinin aşkar ediləcəyindən qorxması başa düşüləndir. Bu məqamda səhvə yol versə məhv olar. O hər şey yenidən başlamaq üçün çox qocadır. Hörmət etdiyim və qarşısında baş əydiyim insanlar haqqında gerçəyi öyrənmək nə qədər dəhşətli olsa da, Bartın düz dediyini də anlayıram. Bu qədər səbirsiz olmamalıyam. Sınağı uğurlu elan edən onların fikirləri və müvəffəqiyyətlə gördükləri iş oldu. İndi onlar ötüb keçdiyim üçün onlara yuxarıdan aşağı baxmağa kimi təbii meylimə qalib gəlməliyəm. Dərk etməliyəm ki, onlar məndən hesabatları anlaşıqlı dildə yazmağı tələb etdikdə bunu təkcə başqaları başa düşsün deyə yox, həm də özləri üçün istəyirlər. Bununla belə taleyimin bir zamanlar nəhənglər kimi qəbul etdiyim, indi isə suallarıma cavab vermək iqtidarında olmayan insanların əlində olması çox qorxuncdur.